Cinsi infeksiya yoluxma ilə əlaqədar başqa bir insanların səhvi barədə deyə bilərəm. İnsanlar çoxu düşünür ki, əgər mən özümü narahat hiss eləmədimsə əlaqədən sonra, yəni bir problem olmadısa, göynəmə, yandırma, ifrazatın gəlməsi, belə bir problemlər yoxdursa, demək, mən yoluxmamışam. Bax, belə bir şeydir. Yəni, bu tamamilə səhv fikirdir. Ola bilər ki, insanda göynəmə, yandırma olsun, amma analiz eləyək, onda heç bir mikrob olmasın. Ola da bilər ki, insanda göynəmə olmasın, yandırma olmasın, bir narahatçılıq olmasın, amma analiz vaxtı ondan mikrob tapılsın. Yəni, göynəmə və yandırma bu əsas əlamətlər deyil. Və nəyə görə bu belə olub? Son vaxtlar bu proses çox yayılıb ki, insan zöhrəvi xəstəliyə yoluxur, infeksiya tutur. Amma onda heç bir əlamət olmur. Nəyə görə? Kütləvi şəkildə antibiotiklərin istifadəsi ilə bağlıdır. İnsanlar lazım oldu, olmadı, çalışırlar ki, bir problem olan kimi dərhal antibiotik istifadə eləsinlər və bundan da əlavə istifadə elədiyimiz qidaların daxilində çoxlu antibiotiklər var. Məsələn, müxtəlif məhsulları alırıq, 10 gün, 20 gün saxlayırıq, xarab olmur. Bilirsinizmi niyə xarab olmur? Bunun üçün antibiotik vururlar. Stabilizator vururlar. Stabilizator da yəni antibiotik deməkdir. Yəni, həmən məhsulda olan mikrobların inkişafını ləngidir. Və bu da insan bədəninə düşəndə o insanın yoluxduğu mikrobun da inkişafını ləngidir. Mikrobu tam öldürə bilmir. Amma onun, belə deyək, xəbərdar edici əlamətlərinin üzə çıxmasına mane olur. Nəticədə həmən insan bədəni o mikrobu yad kimi qəbul eləmir, özününki kimi qəbul edir və mikrob insan bədənində kök salır, ona ziyan vurur, gələcəkdə problemlər yaradır. Burada nə problemlər olur? Kişi sonsuzluğu, cinsi zəiflik, prostatit, böyrək xəstəliyi, sidik kisəsi xəstəliyi, sidik kanalı xəstəlikləri, yəni bütün bunlar hamısı infeksiyon mənşəli ola bilir. Və bunu da yenə dediyim kimi insanlar əlaqədə olur, heç bir narahatçılıq olmur, yəni mikrob yoluxur, amma heç bir narahatçılıq fikirləşir ki, məndə göynəmə olmadı, narahatçılıq olmadı, demək mən xəstələnməmişəm və özünü yoxlatmır, əksər hallarda başqa bir bədbəxtçilik də olur. Bu adamlar gedib öz həyat yolunda